Salam xanımlar, bu günlərim gürzə bişirdim, gürzə xəncəli. Çox dadlı, hamı sevdi. Qaynanam, qaynatam, yoldaşım hamısı çox bəyəndi, çox dadlı idi. Hazırlanması asan, bükülməsi asan. Heç birinin də ağzı açılmadı. Çox qəşəng. Qaynanam birinci yedi. Həm nar şərabı əlavə elədi, həm ketçup, həm qatıq. Burada ətin hazırlayıram. Çəkilmiş ət, soğan. Duz əlavə elədim. İstiot, qara istiot, sarı kök və qaynanam hazırladığı biber duzundan. Biraz da sarımsaq. Sarımsaq əzəndən əzdim, əlavə elədim ətinə. Çox dadlı olur. Sarımsaq vuranda əslində vurulmalıdır. Sonra isə xəmir yoğurdum. 500 qram un, duz, 2 yumurta, soyuq su, xaldingdə olmuş soyuq su və xəmiri yığmaq üçün biraz duru yağ. Xəmir 15 dəqiqə dincəlir. Və 4 yerə bölürəm. Yenə kündə də 10 dəqiqə qalır. Başlayırıq yaymağa. Bu formada yayıram. Sonra bakal var idi məndə. Bakalın ağzı ilə kəsdim, iri olsun deyə. Bakalın ağzı ilə kəsdim və bu formada bükülür. Bükülmə qaydasında siz üçün çəkdim ki, baxasız, öyrənəsiz. Çox rahatdır, heç açılmır. Biraz bərk sıxmaq lazımdır ki, qaydasını bilmək lazımdır ki, ağzı açılmasın. Çox ləzzətli olur. Görünüşü də çox qəşəngdir, elə bir sümbüldür. Xeylam çıxmışdı elə həriyə 10-12, belə yedik 15 dənə. Qaynanam birinci 8 dənə yedi, sonra 2 dənə. Yenə axşam təzədən bişirəndə yenə 10 dənə qaynanam yedi, 10 dənə mən yedim. Hərəsi də 10 dənə yoldaşımla qaynatam yedi. Çox dadlı idi. Əllərimə sağlıq. Siz də bişirin, yeyin, nuş eləyin. Çox ləzzətli.